Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda mövsümündə tez-tez hazırladığım lobiya çığırtmasını necə bişirirəm, onu sizinlə paylaşmaq istədim. Lobiyanı su tökmədən öz suyunda bişirirəm. Çox yaxşı bişir, çox ləzzətli bir yemək alınır. İndi lobiyanın mövsümüdür. Tər lobiya almışam 1 kilo. Əvvəlcə lobiyanın uç hissələrini kəsəndən sonra doğrayıram. Mən biraz iri şəkildə doğrayıram. İstədiyiniz ölçüdə lobiyaları doğraya bilərsiniz. Doğrayandan sonra bir qaba yığıram. Soyuq su ilə 3-4 dəfə təmiz-təmiz yuyub aş düzənə yığıram. Lobiya çığırtması üçün mən sadəcə soğan, bir də yumurtadan istifadə edirəm. Video çox vaxt aparmasın deyə soğanın doğrama hissəsini çəkməmişəm. Elə adi qaydada bir ədəd iri quru soğanı xırda-xırda doğrayıram. Kərə yağı əriyəndən sonra doğradığım soğanları tavaya töküb qarışdırıram. Ara sıra qarışdırıram. Soğanların biraz acılığı çıxır, rəngi dəyişib, qızılı rəng olana qədər qovururam. Soğanlar demək olar ki, artıq yaxşı qovrulub, yağa düşüb. Tavaya yarım çay qaşığı da sarı kök əlavə eləyib qarışdırıram. Sarı kök zövqə görədir, istəməyənlər əlavə etməyə də bilər. Təmiz yuduğum lobiyaları tavaya tökürəm hamısını. Çığırtmanı bişirəndə istənilən əlavələri eləmək olar. Pomidor, yaşıl bibər, öz zövqünüzə görə əlavə eləyə bilərsiniz. Amma mən belə sadə, tək soğanla bir də yumurta ilə bişirirəm. Belə də çox ləzzətli alınır. Zövqə görə duz, bir də qara istiot səpəndən sonra alt üst eləyib lobiyaları yaxşı-yaxşı qarışdırıram. Gördüyünüz kimi tavaya su tökmürəm, elə qarışdırandan sonra qapağını qoyub bişirirəm. Qazın ən aşağı zəif atəşində lobiya tam hazır olana qədər bişirirəm. Arada qapağını götürüb qarışdırıram, alt üst eləyirəm ki, lobiyaların hamısı yaxşı bişsin. Gördüyünüz kimi lobiyalar öz suyunu artıq buraxıb, qarışdırandan sonra yenə qapağını örtürəm. Tam hazır olana qədər elə bu qaydada ara sıra açıb qarışdıraraq bişirirəm. Lobiya çığırtması üçün 2 ədəd yumurta götürmüşəm. Yumurtanın üzərinə biraz duz səpirəm, biraz da pul biber. Siz öz istədiyiniz ədvanı əlavə eləyə bilərsiniz. Qarışdırıb qoyuram bir kənara. Ara sıra qarışdırıram. Tam hazır olub yağa düşənə qədər bişirirəm. Artıq demək olar ki, lobiyalar bişib. İçərisində hələ suyu var. Lobiyalar bişdiyi üçün artıq tavanı qapağını örtmürəm. Elə ara sıra qarışdırıram. Suyu çəkilib tam yağa düşsün. Yağa düşəndən sonra çaldığım yumurtaları lobiyanın üstünə tökürəm. İstəyə görə yumurtanın sayını artırıb azalda bilərsiniz. Yumurtanı da əlavə eləyəndən sonra qapağını örtüb yumurta ilə lobiyanı bir yerdə hazır olana qədər bişirirəm. Artıq lobiya çığırtmam bişib hazırdır. Gördüyünüz kimi su əlavə eləmədim. Elə lobiyalar öz suyunda bişdi. Çox gözəl, dadlı, ləzzətli bir lobiya çığırtması alındı. Lobiya mövsümündə mən bu çığırtmadan tez-tez hazırlayıram. Bizim ailədə çox sevilir. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.